Hazırda yay fəslinin ən isti günlərini yaşayırıq. Havaların isti keçməsi ilə əlaqədar olaraq orqanizmin suya olan tələbatı da artır. Bəs bədənin su ehtiyacı necə tənzimlənməlidir? Bu gün sujetimizdə bu mövzuya aydınlıq gətirəcəyik. Su həyat deməkdir. Yaşlı insanlar da çox içir, istidir hava. Su olmasa yaşayış olmaz. Yay fəslində gün ərzində nə qədər su içirsiniz? 4-5 litr. Belə deyək, gün ərzində. Özüm fərqlənməm, yəni işləyirəm, suzuram. Orqanizmə su tələbatını ödəməlidir. Ona görə də hava çox istidir, Naxçıvanda da lap istidir. Ona görə içirik, ən azı 4 litrə qədər su içirik. Çünki orqanizmə xeyri var. Təbii sudur, təmiz sudur, Naxçıvan suyu. Yayda fizioloji olaraq orqanizmimiz o isti balansını tənzimləmək üçün tərləmə daha çox olur, tərvəzləri daha çox işləyir və bu səbəbdən də biz daha çox maye itiririk. Ona görə digər fəsillərlə müqayisədə biz xəstələrə maye balansına, yəni ümumiyyətlə şəxslərə maye balansına daha çox diqqət etməyi tövsiyə edirik və günlük qəbul ediləcək maye hər kəsdə fərdi olaraq dəyişir. Normalda biz hər kəsə tövsiyə edirik ki, yəni bədənin çəkisinə uyğun olaraq hər kiloqram başına 30-40 milli maye qəbul etməsi tövsiyə olunur şəxsin və bu da çəkiyə uyğun olaraq dəyişir. Yəni orta hesabla götürsək ki, yetişkin bir şəxs 70-75 kilo çəkidə olur. Elə olan halda biz 2,5-3 litrə qədər günlük maye qəbul etməyi tövsiyə edirik. Həkimlər bildirirlər ki, yayda su yalnız susuzluq hissi yarandıqda deyil, gün ərzində mütəmadi şəkildə içilməlidir. Xüsusilə yaşlı insanlar, uşaqlar və xroniki xəstəlikləri olan insanlar susuzlaşmaya daha həssas olduqları üçün yay aylarında su qəbuluna diqqət etməlidirlər. Əgər ki, şəxsin bilinən bir xəstəliyi varsa, şəkərli diabet xəstəsidirsə, xüsusən bu maye daha artıq ola bilər. Çəkisi daha çoxdursa, daha artıq ola bilər. Xüsusən uşaqlarda, hamilələrdə daha çox diqqət etməyi maye tərəfdən daha çox tövsiyə edirik. Yəni mütləq deyil də standart şəkildə hər kəs 2,5 litr su içsin. Hamilələrə daha çox maye qəbul etməyi tövsiyə edirik. Bundan başqa iş şəraiti, yəni günün isti havasında daha çox günəş şüalarının təsirinə məruz qalan şəxslərdə mayenin daha artıq olmasını tövsiyə edirik. Yəni bunlar fərdi olaraq dəyişməkdədir. Şəkər xəstəsiyəm. Həkim deyir ki, nə qədər çox içsən, bu qədər xeyirdir. Nə bilim. İndi onu bilmirəm. O həkim dediyinə görə bir 3 litr, 2 litr yarım, 3 litr ancaq içirəm. Suyun orqanizmə xeyri çoxdur. Ancaq təmiz su da, təbii su olsun və yaxud da qaynadılmış su olsun. Qaynadılmış su olsa daha yaxşı olar. Eyni zamanda bu kəhli sular olsa daha yaxşı olar. Belə də təmiz sulardan olsa isə suyun xeyri çoxdur. Xaricdən gələn su bədən daxilinə də təsir edir. Orqanların işləyişinə təsir edir təbii ki. Onca gündə 7-8 stəkan su içilməsi vacibdir. İdmanla məşğul oluram atletika ilə. Yəni gün ərzində hardasa bir 2 litr, 3 litr su istifadə edirəm, yəni içirəm. Yəni deməyim odur ki, yəni su sağlamlıqdır, hər yerdə içilməlidir şəxsən, öz fikrimlə deyirəm. Yəni bəzi o enerji içkilərindənsə suyun özünü içməyi daha da sərfəli olduğunu düşünürəm. Susuzlaşma ilk baxışdan sadə problem kimi görünsə də, ürək-damar sistemindən böbrəklərə, sinir sistemindən maddələr mübadiləsinə qədər bir çox orqanın fəaliyyətinə mənfi təsir edə bilər. Və əgər ki, normal günlük balansda maye qəbul eləmiriksə, bu zaman artıq şəxsin şikayətləri başlayacaq. Nə kimi şikayətlər olacaq? Susuzluq olan halda ilk halda zəiflik, tez yorulma, baş ağrısı başlaya bilər şəxsdə. Bundan başqa ağızda quruluq, daha irəli hədlərdə artıq sidik ifrazının azalması, dodaqlarda quruma, çatlama kimi şikayətlər olacaq. Yəni artıq ki, bu sadaladığımız həddə gəlib çatırsa, baş gicəllənmə, nevroloji əlamətləri ola bilər, xəstənin bayılması ola bilər. Artıq bunlar irəli dərəcədə çox ciddi susuzluq olduğunu, orqanizmdə ciddi su itirmənin, dehidratasiyanın olduğunu xəbərdar edicisidir. Yəni o həddə gəlib çatmamaq üçün mütləq şəkildə mayəyə diqqət eləmək, əgər ki, hər hansı bir simptomda hiss eləyiriksə, mütləq həkimlə məsləhətləşmək. Odur ki, yay mövsümünü sağlam və təhlükəsiz keçirmək üçün gün ərzində kifayət qədər su içək. Tərkibində su çox olan qidalara üstünlük verək.